Hə qızlar, salam, xoş gördük bir daha. Deməli, 16 illik bir təcrübəmə dayanaraq nutrusoloqluq sertifikatımı pul verib almamışam. Deyərdim ki, nutrusoloqlara daş çıxardaram da, belə türkləri söz olmamış. Çünki dünyaca məşhur nutrusoloqların tədbirlərində olmuşam. Parisdə, Taylandda, Hindistanda, nə bilim, çox ölkələrdə, Türkiyənin özündə, çox ölkələrdə olmuşam, onların tədbirlərində. Yəni, o qədər gözəl şeylər danışıblar ki, oradan. Məsələn, mən video çəkib paylaşdım bu yaxınlarda. Klimaks zamanı, klimaksa girən xanımlarda istilik çox olur, yuxusuzluq olur, tərləmə çox olur, sümük, bütün xəstəliklər baş qaldırır da klimaksa girən qadınlarda. Orada demişəm ki, xromla kalsiyumu çox için. Onu Parisdə eşitmişdim. Həmin o böyük tədbirdə videonu paylaşmışıq. Xanım da videonu qoyub bura. Sağ olsun Gülşən xanım. Deməli, qızlar, xrom təkcə klimaks üçün deyil. Xrom həm də insan orqanizmdə mədə-altı vəzin işini yaxşılaşdırır. Xrom həm də qaraciyərimizi müdafiə edir, təmizləyir. Xrom həm də autoimmun sistemin zəifliyi zamanı insanda autoimmun sistemini gücləndirir, yaxşılaşdırır. Xrom həm də Haşimatovunuz varsa ona çox gözəl təsir göstərir. Hətta xrom, osteoporozunuz varsa, Gültəki xanım, nə içirəm xeyri yoxdur. Kalsiyum içirəm, minerallar içirəm, xondoprotektor içirəm, hialuron turşusu içirəm. Ay bacı, yenə məndə yerimə gedir də dizimdə. Xrom vermişəm xanıma. Deyim, ya xrom da verim sən bunun yanında. Ay Gültəki xanım deyir, ay bacı, bunu mənə niyə vermirdin bəs? Mən düzəlmişəm, dizlərim deyir, bütün günü buz kimi olurdu. Yəni, qızlar, xrom yalnız klimaks devri keçidən xanımlar üçün deyil. Xromu 12-13 yaşında uşaqlar da içə bilərlər. İnsulin dirənci olub köpüş uşaqlar olur, kök uşaqlar. Bax, onlar da içə bilər. Odur ki, təkcə xromu istifadə eləməyin. Forever Living şirkətinin kalsiyumudur, xromudur, çayıdır, ən çox polen royal jelidir. Bax, bunları istifadə edə bilərsiniz. Mobil nömrəm səhifəmdə var. Adımın üzərinə vurursunuz, səhifəmdə var. Götürün, yazın, endirimlər var. Hətta bəzi gözəl xanımlara jest edib hədiyyə də göndərirəm. Belə, hələlik.